Paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində torpaq çöküb və vətəndaşlar köməksiz vəziyyətdə qalıb. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Son dəqiqə məlumatda bildirilir ki, hadisə yerinə Nazirliyin xüsusi riskli xilasetmə və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerinə əməliyyat şəraiti qiymətləndirilərkən qazıntı işləri aparılan zaman torpaq qatının çökdüyü və 2 nəfərin torpağın altında qaldığı müəyyən edilib. Xilasedicilər tərəfindən həyata keçirilən xilas etmə əməliyyatı nəticəsində bir nəfər kişi xilas edilib, bir nəfər kişinin meyidi çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir. Gəncədə isə 3 nəfər dərmanla zəhərlənib. Hadisə şəhərin Üzeyir Hacıbəyev küçəsində qeydə alınıb. İlkin məlumata görə həmin şəxslərdən biri 1958-ci il təvəllüdlü İsmailov Alik ölüb. Digər 2 nəfər isə xəstəxanaya çatdırılıb, onların da vəziyyəti ağırdır. Hadisənin dəqiq səbəbləri araşdırılır. Bakıda kafedə ölüm hadisəsi baş verib. Doğru Xəbər Azərbaycan bildirir ki, aprelin 22-si saat 20 radələrində 1934-cü il təvəllüdlü Şahbuz rayon sakini Naqim Seyidov Abbaszadə küçəsi 17A-da yerləşən kafedə ürək çatışmazlığından həyatını itirib. Baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparılır.